Tsereteli İctimai Məktəbində keçirilən son zəng tədbirində Amiran Georgadze müavini və Sakribulunun üzvləri ilə birlikdə iştirak edib. Sakribulu sədri gəncləri məktəbi bitirmələri münasibətilə təbrik edərək həyatlarının yeni mərhələsində onlara uğurlar arzulayıb. Məktəbi bitirməniz münasibətilə təbrik edirəm. Həyatınızın yeni mərhələsinə başlayırsınız. Daha müstəqil addımlar atası olacaqsınız. Yəqin ki, gələcəkdə hansı sahədə fəaliyyət göstərəcəyinizə qərar veribsiniz. İlk növbədə ali təhsil alacaqsınız. Sizə bu yolda uğurlar arzulayıram. Sizin pedaqoqlarınıza, valideynlərinizə təşəkkür edirəm ki, sizi kimi gözəl gənclər yetişdiriblər. Son zəng mərasimində sizinlə birlikdə olmaq mənim üçün çox xoşdur. Həyatınızda bir mərhələyi geridə qoyursunuz. Bugün həm valideynləriniz, həm də müəllimləriniz üçün də əhəmiyyətli bir gündür. Onlara göstərdikləri əməklərinə görə təşəkkür edirəm. Siz paralel olaraq universitetə hazırlaşırsınız. Təhsilinizdə uğurlar arzulayıram. Tsereteli məktəbi bu il 66-cı məzunlarını yola salır. Mən istəyirəm onlara gələcək həyatlarında, ali təhsil ocaqlarında, işlərində uğurlar arzulayam. Tsereteli məktəbində bizim üçün son zəng çalındı. Biz məktəbi bitirib yeni həyata başlayırıq. Hər kəsə uğurlar arzulayıram. Gürcü aktrisası Sopiko Giaurel'nin doğum günü münasibətilə Dmanisidə onun xatirəsinə həsr olunmuş tədbir keçirildi. Sopiko Giaureli Gürcü teatrı və kinosunun ən önəmli simalarından biri hesab olunur. Onun yaradıcılıq fəaliyyəti həm Gürcü, həm də beynəlxalq kino layihələrini əhatə edib. İfa etdiyi rollar bu gün də Gürcü mədəni irsinin mühüm hissəsi olaraq qalır. Müxtəlif növ aktivitələr təşkil etdik. O cümlədən Sopiko xanım Giaurelinin unikal fotolarının sərgisi oldu. Onun oynadığı rollardan fraqmentlər izlənildi. Sopiko xanımın bizim ölkə tarixində böyük izləri var. Onun oynadığı həm kino, həm teatrdakı rolları dəyərlidir. Biz daim onun xatirəsini yad edəcəyik. Dmanisdə onu yad etdik. Çox məşhur aktrisa idi. Onun haqqında sıravi adam belə çox fikir söyləyə bilər. O insan həm kasıb, təhsilsiz qızı, həm də böyük aristokrat xanımı canlandıra bilirdi. Dmanisidə keçirilən tədbirdə foto ekspozisiya təqdim olunub. Ziyarətçilər ictimai məkanda nadir hallarda nümayiş olunan arxiv fotolarına baxma imkanı əldə ediblər. Tədbir çərçivəsində filmlərdən fraqmentlər nümayiş etdirilib. O cümlədən aktrisanın yaradıcılıq yolunu beynəlxalq auditoriya üçün də aydın şəkildə göstərən ekran işləri təqdim olunub. Unikal fotoların sərgisi idi. Bu fotoları nə Google ilə, nə də hər hansı ölkənin arxivində görmək olar. Fotolar çəkiliş meydançalarından çəkilmiş fotolardır. Onun Hind, erməni və digər filmlərdə çəkildiyi zamanı çəkilmiş şəkilləri sərgiyə qoyuldu. Gecədə aktrisanın peşəkar fəaliyyəti, Gürcü kino və teatrının inkişafındakı rolu xüsusi vurğulanıb. Tədbirdə tanınmış görkəmli şəxslərin Sopiko Giaureli haqqında xatirələri və fikirləri video formatda təqdim edilib. Qardabani Bələdiyyəsinin Telet kəndində ənənəvi Teletoba 2026 xalq bayramı keçirilib. Bayram çərçivəsində idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunub. Onlar arasında qol güləşi, futbol və gürcü güləşi də yer alıb. İştirakçılar idman fəaliyyətlərinə görə maraq göstərərək qələbə uğrunda mübarizə aparıblar. Konsert proqramında isə yerli gənclər folklor nömrələri ilə çıxış ediblər. Teletoba 2026 ənənəvi olaraq Qardabani meriyasının dəstəyi ilə keçirilib. Bugün pravoslav xristianlar ən böyük dini bayramlarından biri olan İsa'nın göyə yüksəlişi Amaqleba bayramını qeyd edirlər. Amaqleba 12 böyük dini bayramdan biridir.
Pasxadan 40 gün sonra qeyd olunur. Telet kəndində bu bayram xüsusi əhəmiyyət daşıyır. Burada dini və xalq bayramı eyni günə təsadüf edir və böyük sevinc hissi ilə qeyd olunur. Kənddə yerləşən Müqəddəs Georgi kilsəsi ilə bağlı çoxsaylı möcüzələrin danışılması isə bu məkanı daha da özəl edir.